bəzi internet resurslarında müəyyən əməli törədən şəxslər barəsində qətimkan tədbirinin, əsasən də həbs qətimkan tədbirinin seçilməsi barədə məlumatlar paylaşılır. Bir çox izləyici və bir çox şəxslər elə bilirlər ki, qətimkan tədbiri, məsələn 4 ay, 3 ay qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbiri seçilmiş şəxslərə həmin müddətə cəza təyin edilir. Əslində isə məsələ nədir? Qətimkan tədbiri ümumiyyətlə nədir? Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq qətimkan tədbirləri şəxsin qanunsuz hərəkətlərinin qarşısını almaq, o cümlədən hökmün gələcəkdə icrasını təmin etmək məqsədi ilə tətbiq edilir. Məsələn, şəxs qaçıb gizlənə bilər, istintaqdan və məhkəmədən yayına bilər, sübutları məhvinə yönəlmiş hərəkətlər edə bilər, o cümlədən şahidə və digər şəxslərə qanunsuz təsirlər göstərə bilər və bunun kimi bənzər hərəkətlər edə bilər ki, bunun qarşısını almaq üçün onun barəsində məsələn az qətimkan tədbirlər seçilir. Bu qətimkan tədbirləri içərisində həbs qətimkan tədbiri, ev tutsalı qətimkan tədbiri, girov qətimkan tədbiri, başqa yerə getməmək barədə qətimkan tədbiri, polisi nəzarət altına vermə qətimkan tədbiri kimi qətimkan növləri mövcuddur. Bu, şəxsin barəsində tətbiq edilən cəza deyil. Ola bilsin ki, həmin şəxs həmin əmələ törətməyib və araşdırma sonunda məhkəmə tərəfindən əgər iş məhkəməyə gedəsi olsa, məhkəmə tərəfindən cəza təyin edilsə, bu qətimkan tədbirləri, məsələn 3 aylıq həbs qətimkan tədbiri seçilmişdir, cəzaya uyğun olaraq çıxılır. Yəni qətimkan tədbiri cəza deyil, cəza kimi nəzərə alınmamalıdır.